Bismillah. Hörmətli izləyicilər, ECA kombisində qazla bağlı bir problemdir. İşıq burada qırmızı yanırdı ki, qaz yoxdur. Daha doğrusu zajqaniya problemidir. Baxın, farsunkalar tutulub, demək olar ki, yanma getmir. Hələ mən qapağını açmışam. Qapağını bağlayan kimi boğulma gedir, alovlanma sönür, yanır, zajqaka vurur, tık eləyir belə. Necə müştərilər tık eləyir, sönür, tık eləyir, sönür. Bax budur. Zajqalka yanıb sönməyi. Baxın, farsunkalar tutulub. Belə deyək də, qarelkada yanma düz getmir. Bir buna baxın, bu heç demək ki, yanmır. İyon çubuğu biraz alovu görür, o da heç bağlasam sönəcək. Bax, sizdə belə bu kimi hal varsa, ustanı çağırın, yəni bu usta müdaxiləsindən başqa heç kəs buna əl vurmasın, bu təhlükəlidir. Yəni bax, belə bir problem varsa bilin ki, sizdə qarelka tutulur. Yəni ilk öncə yəni yoxlayın qarelkanı, yoxlatdırın qarelkanı, usta yoxlasın. Ondan sonra əgər qarelkada problem yoxdursa, bunu çıxardandan sonra orada jiqulyorlar var. Jiqulyorlar tutulmayıbsa, hər şey qaydasındadırsa, klapanda problem ola bilər və ya oradakı gördüyünüz anakartında, bu qırmızı anakartında. Baxın, bu anakartında problem ola bilər və ya bu qaz klapanında. Bu qədər əziz dostlar. Diqqətinizə görə sağ olun.